Herkese salam, yeni vloguma xoş gəlmisiniz. Əgər hələ də təmizliyə başlamaq qərarına gəlməmisinizsə, hələlik heç nəyə başlamayın. Çünki bu video baxandan sonra dərhal hər şeyi təmizləmək istəyəcəksiniz. Çünki baxıram ki, evdə artıq xırda səliqəsizliklər yığılıb, hər şey yerbəyer etməyin vaxtıdır. Mən bugün əlimin hələ çatmadığı bütün künc bucaqları təmizləyəcəm. Nələrdən istifadə edirəmsə, hamısını göstərəcəm sizə. Sonda isə birlikdə çox gözəl bir bağlama açacağıq. Ona görə videonu sonadək izləyin. Mən isə başladım. Əvvəlcə bütün çarpayıları səliqəli yığıram. Yataq dəstlərini bir-bir dəyişirəm. Çirkli paltarları və ağları yulma atıram ki, maşın işləsin və proses getsin. Çünki evdə təmizliyə başlayandan hər zaman ilk olaraq yataq otağından və yataq dəstlərindən başlayıram. Bu həm dərhal səliqə səhman yaradır, həm də əsas yükü tez bir zamanda aradan qaldırmış oluram. Mən bu prosesi paralel aparıram, həm evdəki işləri görürüm, həm də təmiz paltarları yığıram. Və başladım bu paltarları tək-tək yığmağa və hər şey öz yerlərinə səliqə ilə düzməyə. Özü də təkcə paltarları yığmaqla kifayətlənmədim. Həm də elə yerindəcə həmin yerlərin özünü də silib təmizlədim, tozunu aldım, hər şey yerbəyer etdim ki, hər tərəf tərtəmiz olsun. Çünki mənim üçün hər şey yerinə səliqəli düzmək ayrı bir həzdir. Bəlkə kiməsə elə gələcək ki, mən dəli kimi perfeksionistam, amma sadəcə belə xoşuma gəlir. Bilmirəm nə edim. Mənə maraqlıdır. Siz də mənim kimi hər şeyi belə səliqəli yığmaq sevirsiniz, yoxsa təkcə mənim belə dəli? Sonra növbə çatdı pəncərələrə. Əslində pəncərələri yumaq istirdim bugün. Əlbəttə ki, özüm yox, həmişə mama yuyur, ona kömək edirəm. Amma həmin gün elə dəhşətli isti var idi ki, dedi, yox bugün qalsın, başqa gün silərik. Amma bunun əvəzinə bütün otaqlarda tozunu sildim, pəncərələrdə, padakonniklərdə təmiz silib, səliqəyə saldım. Həm də pərdələri çıxarıb yumağa atdım. İndi isə növbə çatdı toz sorana. Hələlik yalnız bir otağı təmizləyirəm. Ardınca isə keçəcəm qalan otaqlara. Açığı bu isti havalarda toz soranla işləmək çox çətindir. Adam pişir, amma nə etmək olar? Axır əvvəl təmizləmək lazımdır. Bu proses çox yorucudur, amma yorucu olmaqdan çıxarmaq üçün özümü kiçik bir fonda ya sevdiyim musiqi qoyuram, ya da podkast. Növbə gəlib çatdı mənim öz otağımıza. Bura keçdim. Əvvəlcə bizim və bacımın çarpayılarını yığışdırdım. Yataq dəstlərini bu dəfə dəyişmədim, çünki 1-2 gün qabaq dəyişmişdim. Ehtiyac yox idi. Amma bunun əvəzinə otaqda əməlli başlı təmizlik apardım. Tozsoranı götürüb bütün otağı səliqəli təmizlədim, hər yeri sildim. Sonra keçdim paltarlara, dolabların içini də sildim, səliqəyə saldım və hər şeyi yerbəyer etdim. Pərdələri həmçinin bizim otaqda da çıxarıb atdım yumağa. Bildiyiniz kimi mən hər yeri təmizləməliyəm. Ona görə də çarpayıları da yerindən tərpədib, arxasını təmiz-təmiz tozsoranladım. Aboyalara çox fikir verməyin. Çünki bu rıjıq balaca olanda oraları cırmaqlayırdı. Çox xoşlayırdı oraları cırmaqlamağa. Əsasən mənim yanımda yatır. Ona görə ayaqların yanında. Ona görə oranı cırmaqlama çox sevirdi. İndi isə elə eləmir. İndi isə keçdim qonaq otağa. Əslində bu masa qardaşım dərs eləyən masadır. Ancaq bacım burada kondisioner olduğuna gəlib keçib bura öz kosmetika ilə. Mən də gəlib burada otururam. Daşımayacağım ki, o birisi otağa. Ona görə biz hamımız bu otaqda otururuq. Amma qarşılığa çox fikir verməyin. Çünki burada həm kitablar da var, həm kosmetikadır. İndi kitabları yığacağım. Çünki artıq qardaşıma lazım deyil. Bu dəftərlər, test bankları qardaşımın abituriyent vaxtından qalandılar. Şükürlər olsun ki, o bu il məzun oldu, imtahanları verdi və artıq universitetə daxil olub, tələbə adını qazandı. İndi isə qərara gəldim ki, bu stolun üstünü tamamilə təmizləyim, yığışdırım. Bunları yığarkən eyni zamanda öz abituriyent illərimi də yadıma düşdü. Amma
Əsla həmin illərə qayıtmaq istəməzdim, çünki həqiqətən çox çətin idi. Məktəb illəri, abituriyent vaxtı mənim üçün çox ağır vaxtlar idi. Və siz indi hansı mərhələdəsiniz? Məktəbli, abituriyent, tələbə, yoxsa işləyirsiniz? Yazın şərhlərdə mütləq oxuyacağam. İndi isə keçirik mənim ən sevdiyim hissələrdən birinə, kosmetikaya. Düzdür, bunu mən yox, bacım edir. Çünki mən orqanayzer aldım. Bacım dedi ki, mən özüm düzəldəcəm, özüm səliqəyə salacağım. Mən isə paralel olaraq qonaq otağını toz soranlayıram və yerləri silirəm. Sonuncu shorts videomu çox bəyəndiniz. Özüm də Get Ready With Me formatı çox sevirəm. Çoxlu blogerlərdə görürəm və çox xoşuma gəlir. Amma indi fikirləşdim ki, bunu biraz maraqlı idim. Qərara gəldim ki, bundan sonra Reels və Shortslarda yeni bir konsepsiya sınayım. Hər dəfə yeni bir kosmetik alıb, onu gündəlik makyajımda sınaqdan keçirim. Məsələn, yeni bir tonal alıramsa, bütün makyajı məhz həmin o yeni məhsul üzərində qururam. Necə göründüyünü, necə oturduğunu birlikdə yoxlayırıq və köhnə məhsullarla müqayisə edirik. İndi isə bilmək istəyirəm, bu cür tək bir yeni məhsulla makyaj videoları sizə maraqlı gələr, yoxsa yenə də əvvəlki kimi sadəcə söhbət edə-edə hazırladığım Get Ready With Me formatını daha çox sevirsiniz? Fikirlərinizi mütləq şərhlərdə yazın, görən növbəti videonu hansı formatda çəkərəm. Bacım isə yavaş-yavaş qutarır. Bütün kosmetikaları boşaldıb qablardan, qabların içini silib, hər şeyi öz yerinə qoydu. Tem paletləri ayrı bir çəhrayı qaba qoydu. Çünki onları çox vaxt istifadə eləmirik. Hər gün istifadə eləmirik. Ona görə onları biraz qırağa qoydu. Sensei'dən aldığı orqanayzer isə onun içinə hər gün istifadə elədiyi kosmetika, pomadalar, tonal kremlər, bronzer, sonra o birisi məhsulları da ora qoydu. Bununla da kosmetikanı yığışdırıb qutardı. Necə yığdıq? Bura biz bütün tenləri qoyduq. Çünki çox vaxt bunları istifadə eləmirik. Sonra bura karandaşlar qoyduq. Bir də tuş, bir də pomadaları və tonal kremlər və sadə kremləri. Görürsünüz nə qədər karandaş var. Bir də bura ən çox istifadə elədiyimiz məhsullar. Bu məsələn termozaşitli saç üçün, qulaq çöpləri, krem, bu mən istifadə elədiyim qaş üçün vosk və dizodorant. İkisləri indi bacım yuyacaq. Pərdələr artıq yuyuldu. İndi keçirəm onları asmağa. Keçən videolarda göstərmişdim hansı kapsullardan istifadə edirik. Onun içində həm paraşok var, həm də paltar kondisioneri. Ona görə yuyandan sonra çox təravətli bir qoxusu var. Baxın, bizim otağımızda da pərdələri yudum. Bizdə kondisioner də istifadə edirəm. Çox gözəl qoxusu var indi. Vurmaq istəyirəm. Lavanda qoxusu var bunun. Bunları da indi gedib asacağım qonaq otağa. Bu isə artıq sabahsı gündür. Dünən hər şey təmizlik işlərimi qutardım. Bugün isə gəldim xalagilə. Almaları da gətirdim. Rayondan gəlmişdim. Xala işləri görərkən mən dedim ki, bunları kəsib və suşilni aparata qoyum. Onlardan qurumuş meyvə alınsın. Qurumuş alma, hansı ki biz marketdə görürük. Ancaq marketdə satılanlardan qat-qat faydalıdır. Çünki marketlərdə satılan quru meyvələrin üzərinə ola bilər şəkər ya da şəkər siropu əlavə edirlər. Amma biz sadəcə onları kəsib suşilni aparata qoyub bir gündən sonra artıq yemək olar onları. Həmçinin çiyələyi də qoyduq. Çiyələyi birinci dəfə də qoyuruq. Bilmirəm necə alınacaq. Həm də siz başqa meyvələri, həm tərəvəzi qoya bilərsiniz, həm göyərtini. Ondan sonra üyüdüb siz bir tərəvətli priprava kimi bir şey alına bilərsiniz. Ona görə də mən deyə bilərəm ki, çox sərfəli aparatdır. Mütləq alın. Bütün bu işlərdən sonra xalamla qərara gəldik ki, artıq biraz dincələk. Özdə kənddən qayıdandan sonra mən xalagilə gəlməmişdim. Xeyli vaxt görməmişdim onları. Oturduq, çoxlu söhbət etdik. Yanımızda sonra Albina da qoşuldu. Hamımız birlikdə dondurma yeyib, kofe içə-içə xeyli danışdıq.
Heç vaxtın necə keçdiyini hiss etmədik. Xalamla həm də xeyli müzakirə etdik ki, dərsləri necə aparım, şagirdlərlə necə yanaşım. Özünüz bilirsiniz ki, artıq biologiya müəllimliyi üzrə kurslara yazılmışam. Xalam özü də vaxtilə müəllim işləyib, indi isə loqopeddir. Amma təcrübəsi həddindən artıq böyükdür. Sonra isə nəsə məktəbdən başladıq danışmağa. Emilin artıq 4 yaşı var və keçən ildən sadika gedir. Bir ildən sonra başlayacaq hazırlığa getməyə və ondan sonra məktəbə. Bu yaxınlarda körpə idi, indi isə baxırsan ki, artıq böyüyüb və birazdan məktəbə gedəcək. Yol üstü isə mən bağlamanı da götürdüm Xpargodan. Onu da gəldim ki, burada unpacking eləyim, sizə də göstərim. Bunu mən mama üçün zakaz elədim. Bu ağ naskilərdir. 2, 3, 4, 5, 6 cüt. Ağ naskilər işdə həmişə geyinir, ona görə ona zakaz elədik. Sonra bu bacımın koftası. Bunu indi öz üzərimdə geyinib göstərərəm sizə. Sonra bu şalvar yenə bacım alıb. Məncə bundan çox isti olacaq. Çünki bu yay üçün deyil. Belə qalın materialdadır. Baxın. Belə bir şalvardır. Bu da belə bir kofta. Eyni rəngdə alıb. Bu özünə makyaj kit sifariş elədim. Çox yumuşaqdır sizə deyim. İndi bu 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 ədəd. Burada 9 ədəd var. Sonra bunu mən özüm üçün sifariş elədim. Bu şortikdir. Nasıl kısa yubkayla altından giyinmək üçün. Amma məncə bu çox qısadır. Sonra sumka, çanta sifariş edib bacım. Süperdi bence, çok güzeldi. Şimdi en asası bu mikrofon. Özüm için mikrofon sipariş elədim. Gəlin açaq. Yəqin bu bluetooth'dan işləyir. Mən elə fikirləşirəm. Oy, düşdü. Bu yəqin telefona salınır. Bundan da belə danışmaq olar. Həm də bundan da var. Şimdi araşdırıb göstərərəm sizə. Mən çox vaxt mikrofonsuz videonu montaj edirəm.
Ona görə fikirləşdim ki, mənə lazımdır. Bu da ştativ. Bakın ne büyüktü. Bence çok yaxşı bir ştativdir. Sintetikadır. Biraz yox sintetikadır. Çanta da süperdir. Güzeldir çok. Bura biraz zamşıdır. Bura qıraqlarda isə dəri. Süper. Axşamüstü xalam işdən qayıdandan sonra birlikdə yığışdıq və getdik bizə. Yolumuz parkdan keçdi. Ona görə Emil də biraz yerləncələrdə yerləndi. Biz isə biraz gəzdik. Əgər vlogu bəyəndinizsə mütləq like qoyun və abunə olmağı unutmayın. Çalışacağım bundan sonra tez-tez vloqlar paylaşım. Hələlik bu qədər. Gələn görüşlərədək.